Bugünkü mövzuda biz tariximizin ən əzəmətli səhifələrindən birinə, Qarabağ xanlığına səyahət edəcəyik. Gəlin baxaq, görəsən Qarabağ xanlığı necə yaranmışdı? Əfşarlar imperiyasının süqutundan sonra Azərbaycan ərazisi müxtəlif xanlıqlara parçalanmışdı. Bunlardan biri də məşhur Qarabağ xanlığı idi. Qarabağ xanlığının əsası Cavanşirlər tayfasından olan Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Pənahəli xan vaxtilə Nadir xanın sərkərdəsi olmuşdu. Muğan qurultayında, yəni 1736-cı ildə Qarabağın 32-lər, Kəbirli və Cavanşir tayfalarının başçıları Nadir xanın şah seçilməsinin əleyhinə çıxdıqları üçün Nadir xan onları cəzalandırmışdı. Həmin tayfaları ailələri ilə birlikdə Əfqanistana, Xorasana sürgün etmişdi. Qazax, Borçalı, Şəmsəddin ərazilərini Qarabağ bəylərbəyliyinin tabiliyindən çıxararaq Kartli ixtiyarına vermişdi. Məlikliklər isə Qarabağ bəylərbəyliyinin tabiliyindən çıxaraq onlara da sərbəstlik verildi. Lakin Nadir şahın ölümündən sonra həmin tayfalar yenidən öz doğma yurtlarına Qarabağa geri qayıtdılar. Bu isə xanlığı hərbi, siyasi və iqtisadi cəhətdən olduqca gücləndirdi. Və nəhayət 1748-ci ildə uzun mübarizələrdən sonra Qarabağ xanlığının əsası qoyuldu. Yeni yaranmış Qarabağ xanlığına bir mərkəz lazım idi. Bunun üçün Pənahəli xan ilk öncə Bayat qalasını, daha sonra isə Şahbulaq qalasını Qarabağ xanlığının mərkəzi təyin etmişdi. Bayat qalası və Şahbulaq qalası hər ikisi düzənlik ərazidə salındığı üçün o qədər də etibarlı deyildi. Tez-tez xarici hücumlara məruz qalırdı. Buna görə də 1752-ci ildə uca bir dağın zirvəsində Pənahəli xan yeni bir qalanın inşası üçün əmr verdi. Bu qala Pənahabad qalası adlandırılırdı. Sonrakı dövrlərdə isə adını dəyişərək Şuşa adlanmağa başlandı. Beləliklə, Qarabağın incisi, üzük qaşı olan Şuşa şəhərinin əsası qoyulmuş oldu. Şuşa şəhəri əsrarəngiz təbiəti və öz möhtəşəm gözəlliyi ilə daima göz oxşayırdı. Ucu şiş zirvələrlə əhatə olunduğu üçün məhz bura Şuşa adlanmışdı. 1992-ci ildə erməni terrorçuları tərəfindən işğal olunan Qarabağın incisi 2020-ci ilin 8 noyabr tarixində rəşadətli əsgərlərimizin qanı, canı bahasına geri qaytarıldı. Qarabağın üzük qaşı sayılan Şuşa mədəniyyət mərkəzinə çevrildi. Öz xanəndələri ilə şöhrət qazanan bu şəhəri hətta Qafqazın konservatoriyası da adlandırırdılar. Pənahəli xan və onun oğlu İbrahim Xəlil xan Qarabağ xanlığını birlikdə idarə edirdilər. Şuşa şəhərinə yaxın bir ərazidə yeni bir şəhərin əsasını qoymuş, həmin şəhəri isə Xankəndi adlandırmışdılar. Qarabağ xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinin şərtlərinə görə Rusiya himayəsini qəbul etməyə məcbur oldu. Əsrlər boyu işğallara məruz qalan, ərazisinə çoxlu ruslar, ermənilər köçürülən Qarabağ öz əzəmətini heç vaxt itirmədi. Vətənimizin hər qarışı bizə ulu babalarımızın yadigarıdır. Uzun illər öz qanları, canları bahasına qoruduqları bu torpaqları biz də onların qoruduğu kimi möhkəm, güclü şəkildə qorumalı və gələcək nəsillərə ötürməliyik. Qarabağın işğaldan azad olunmasında öz qanından keçmiş bütün qəhrəman şəhidlərimizin qarşısında baş əyir, onları hər daim hörmətlə anırıq.